Herkesi yeni gündən salamlayıram. Biz rayondan artıq gəldik, tələm-tələsik gəldik. Bunlar bizim gətirdiklərimdir, hansı ki biz həm orada almışıq, həm bizə kənddən qonaq gələnləri gətirib. Lobya həm almışam, həm bizə gətiriblər. Bu mən baldızımın həyatından yığdığım, o tarladan yığdığım fındıq, baxla bunlar idi. Barbunya və belə şey almışıq, ərik deyim. Sizə bilmirəm bu nədir. Bunu qaynanam üçün almışıq və et gətirmişik. Biz eti rayondan alırıq. Və səhərisi gün biz hardayıq? Biz xəstəxanadayıq. Bugün bizim uca başlayır kapelnisalar, sistemlər qoşdurublar və mən də oturub gözləyirəm. Xəstəxanadan sonra конечно же olmazsa olmazı tez bazar gəldik. Həm mən yorulmuşam, həm qaynanam yorulub, həm dünən rayondan yol gəlmişik, yorulmuşduq. Axşam mən heç nə çəkmədim. Sadəcə hər şey yerbəyer elədim, yatdım. Çünki səhər tez uşa getməli idim sistem qoşmağa, sistem vurdurmağa və gəldim. Biz uşa gəldik, şükür evdəyik. Kofe içirik. O sistemi, o yüksək dərəcədə dəmirdir. Onu deyiblər ev şəraitində yox, xəstəxana şəraitində vurdurmalıyıq da biz onu. Və ona görə getdim onunla xəstəxanada həm oturmuşam 1-2-3 saat orada oturmuşuq. Oturanda da inanın ki insan nətər yorulur. İndi kofe için və yeməyə keçirəm. Yeməkdə bizdə bugün sadə olacaq. Vermişel en sevdiyim yeməklərdən biridir. Düzdür, dünən et getirmişəm, yerbəyer eləmişəm, amma bugün etlə heç nə planlaşdırmıram, eləyim. Niyə? Çünki bugün işlərim çoxdur, təmizlik eləməliyəm. Sabahları məndə qonaqlarım olacaq. Və sadə səhər yox, günorta yeməyidir sadə. Səhər qaynanama verirəm yemək, sabah inşallah onu da sizə çəkərəm, nə hazırlayıram səhər tezdən. Belə padlivka var idi, bu 3 bacı dolmanın padlivkadır, marazilkada var idi, onu isitdim. Xiyar, pomidor daha nə olsun, sadəlik gözəllikdir mənim üçün. Mən bu vermişəli heç nə sizdə yeyə bilərəm. Və keçmişəm bu otağın canına. İndi istəyirəm bundan başlayım. Qaynanam o birisi otaqda hələ ki gözləyir. İstəyirəm buranı qəşəng təmizləyim, kondisioner qoşum. Otaq sərin, həm təmiz, həm sərin olsun və özün üçün rahat istirahət eləyə bilsin və mən keçirəm təmizlik eləməyə. İnanın ki, yox, hələ ki lustra, belə şeylər, pəncərə istəyirdim təmizləyim, onu hələ ki yox. Çünki bu günlər mənim çox işim var. Çox belə qoşturmacı günlər olacaq məndə. Ora-bura gedib gəlmək, bu kapelnisaları qoşmaq, bu pəncərələri hələ ki təmizləməyə vaxtım olmayacaq. Onu ya səhər tezdən, ya axşam gec serin olanda təmizləməliyəm, amma indi yox. Çünki biz gələn həftə inşallah yenidən rayona getmək istəyirik. Rayondan gələndə həm pəncərələri təmizləyərəm, həm qapıları silərəm, həm lustraları silərəm və keçdim təmizlik eləməyə. Buradan başlayıram. Bunları sadəcə belə gedəndə də təmizlik eləmişdim. Bildiyiniz kimi təmizlik həmişə də eləyirəm. Bu heç də hər gün təmizlik eləyirəm, onsuz da gedəndə də hər yer tərtəmizləyib getmişdim, amma gələndə də yenə bir el gezdirməyə lazımdır. Bu pərdələri o tərəf bu tərəf eləmədən buranı pilisoslamaq, bol silmək mümkün deyil. Gərək hər yeri belə eldən gezdirməliyəm ki, təmiz, mən bilim ki, orası təmizdir. Buranı da hazırlayıram, qaynanam özüm üçün uzanar və pilisoslayıram. Birinci xalçanı pilisoslayıram və onu ya götürürəm, yığıb, amma bugün yox, bugün yığıb götürmürəm, qatlayıram. Niyə? Çünki oradan o tərəf bu tərəf gedəndə tapaçkalarla ağ xalçadır, o belə çirkin olmasın. Pilisoslayıram qəşəngcə və sonra bol silib bu otaqdan çıxıram. Təmizlik bundan ibarətdir. Niyə? Çünki dediyim kimi biz onsuz da 1-2 gündən yenə də getməliyik. 1-2 gün deyəndə yəni bir 4-5 gün olar. Çünki bizdə 3 kapelnisa burada vurarıq, bir kapelnisa rayonda eləyərik. Sonra gələndə o birisiləri də eləyərik. İnanın ki, bu süreç o kadar belə çətin deməzdim. Sadəcə belə
insanı fikirlərə aparır. Fikirləşirsən, bunu eləsən nətərdir, hamı deyir, belə bu şey yaxşıdır, o yaxşıdır, onu yesin, o yaxşıdır, amma biz bilmirik bizim çünki içdiyin tabletkalar başqadır, vəbşə kapelnisalar başqadır, düzdür eləmişəm. Konfetlərdə eləmişəm, onun üçün bu şey xurma ilə və xoş yox, o birisi ağ kuncutla eləmişəm, qan üçün yaxşıdır deyiblər. Amma biz də qorxuruq, indi tutmayan var, tutan var, bilmirik də bizə nətər tutacaq ya yox. Bu otağı təmizləmişəm və çıxmışam uşaqların otaqlarına. Burada xalçanı sermişəm bu otağa. Kuxnanın orada iş görürdüm etlə. Ləkələr olmasın deyə, çirkin olmasın deyə yadındadırsa bunu yuyub getirmişəm bağda. Ona görə istəmirəm ki, yenidən belə tez çirkin olsun. Bu halça bilmirəm niyə, amma tez bu ağ şeylər var, onun iplər tez çirkin olur. Və uşaqların otaqdakı da xalçanı da plisoslayıram, yığıram, sonra yerləri qəşəngcə silirəm, başlayıram. Dediyim kimi pəncərələri hələ ki toxunmuram. Niyə? Çünki 1-2-3 günə biz yenə də rayona getməliyik. Orada bir həftə qalıb gəlməyi planlaşdırırıq. Çünki orada da qaynanamın evidir. İstəyir oranı da biraz səliqəyə salaq. Mən də istədim ki, inşallah gəlib eləyərəm, nə lazımdırsa ürəyində qalmasın. Bir həftə orada da bir el gəzdirib gəlməyi istəyirəm. Düzdür, ev təmizdir, sadəcə heç kim olmayanda çox belə pauçinkalar çox olur, toz istər-istəməz toz olur. Nə qədər desəm ki, evdə heç kim yoxdur, ev təmizdir, toz olur. İstəyirəm həm havaya çıxardım, qaverları, palasları, xalçaları havaya çıxardım. Orada ayvanda böyük xalça var. Onu istəyirəm yuyum. İnşallah gücüm çatarsa bunu hamısını sizlərlə eləyərəm. İnşallah maraqlı olub baxarsınız, like olub, abunə olmaya unutmazsınız. Bu mənim üçün çox belə maraqlı olur. Mənim də çox xanım var, hansı ki yazırlar reyləri. Çox maraqlı olur, sevinirəm, xoşluyuram. Burada heç nə yoxdur, sadəcə ev gündəliyini göstərirəm. Burada heç belə bütün gündə yoxdur, biraz bir hissədir. 30 dəqiqədir evin içində nə eləyirəm, təmizlik eləyirəm, yemək nə hazırlayıram, belə yığıb 30 dəqiqəni bir gündən 24 saatdan 30 dəqiqəni yığıb sizə göstərirəm sadəcə. Deyim sizə, bütün gün o kadar şey olur ki, o kadar iş görürəm ki, elə vaxtlar olur bir gün, bütöv gün kuxnada oluram. Elə günlər olur ki, sadəcə pastelləri yuyub, asıb, onları yığıram. Hər bəzən yemək hazırlayıram bütün gün. O bunu istəyir, o birisi bunu istəyir, qonaqlar gəlir. Belə günlər çox maraqlı keçir, düzdür. Şükür Allaha, inşallah daha da yaxşı olsun. İnşallah hamının ruzusunu Allah özü versin. Heç kim heç kimə möhtac olmasın. İnşallah. Belədir qızlar. Daha bilmirəm indi sizə nə danışım. Bizdə belə vəziyyət belədir. Hələ ki gözləyirik inşallah 3 aydan sonra yenə də biz müalicəyə gedirik. Yenə də biz hər müayinədən keçməliyik, analizlər orada. Bir də şeyə yazılmışam, sümük müayinəsinə. Onu hələ cavab verməyiblər. 20 yanvarda yerləşir. Deyiblər ki, bir gün qabaq deyərik. İndi bilmirəm, mən burada olanda zəng eləyərlər, yoxsa Uşaq rayona gedəndə zəng eləyərlər. Bunu da bilmirəm. Qızların otaqdan keçdim kuxnaya. Kuxnanı da qəşəngcə pilisosladım. İndi keçmişəm prixoşkaya. Buranı da pilisoslayıram. Bunu mütləq eləməliyəm. Şkafı bu tərəf keçirdib, onun arxasında qəşəng pilisoslanmalıyam ki, bunu pilisoslanmasa o ürəyimdə o qalar və onu yuxuda görə bilərəm. İnanın ki, mən də bir belə olur. Elə olmuşdu ki, mən həmilə olan vaxtı çox pis belə keçirtmişdim birinci həmiləlik və yatmışdım, qabları qoymuşdum. Dedim ki, bir 30 dəqiqədən durub qabları yuyaram da, heç nə olmaz. Yığıb akuratına yatmışdım, uzanmışdım. Elə yuxuya getdim ki, elə işidirəm ki, qab səsi işidirəm. Elə bir ki, qaynanam qabları yuyur və belə onun səsi işidirəm.
Elə qorxdum, durdum, baxdım, yox, heç kim yoxdur. Qaynanam da oturub özüm üçün çay içir. Baxmışam, çay içir, deyir, gəl çay iç, deyir. Deyirəm, ay anam, mən elə qorxdum dedim, belə yuxu gördüm. Yox, deyir, ay qızım, mən belə şey eləyərəm, deyir. Mən elə qorxmuşdum o vaxtı. Mən heç vaxt qabları qoymuram. Yeməkdən sonra sразу yuyub yerbəyer eləyirəm. Çünki qalanda istər istəməz o uşaq qalır da bir 2 dəqiqə, 3 dəqiqə, 5 dəqiqə, 10 dəqiqə uşa qalır. Amma gərək sən durub sразу yuyanda uşa da heç yerdə qalmır. Burada uşa gördüyünüz kimi gəldim srazу ayaqqabıları da yuyub bu tərəfə qoymuşam ki, uşa quruyublar. O qədər istidir ki, bunlar da belə ləkə əmələ gəlib bilmirəm. Bunu gərək mən özüm nəylə silməliyəm, çıxartmalıyam. Ağ ayaqqabılarda bir dəfə rayona gedib gələndə uşa qapqara oldular. Srazу maşınkaya qoydum. Həmişəki kimi maşınkada yuyuram krasovkaları. İçləri də qəşəng təmiz olur və içlərindən iyisi də gəlmir. Tər iyisi, yoxsa tər iyisi olur. Məndə uşaqların ayaqları, yoldaşımın ayaqları, əlləri tez-tez tərlənirlər. Və ona görə də maşınkadan düzdür istifadə edirəm. Ayaqqabıları maşınkada yuyuram, bunu deyirəm. Həmişə də demişəm. Və köçmüşəm, polları silirəm. Dediyim kimi, bu məndə həmişə olmalıdır. Bu divanları bu tərəfə keçirdib silməliyəm. Bir gün bu divanlar özünə belə ayaqlanıb gedərlər məni görəndə, amma bilmirəm nə vaxt bu olar. Hələ yoxdur. Qəşəng təmizləmişəm, hər yeri silmişəm. İndi polları bu inanın ki, уже 3-cü dəfə silirəm. İlk 3 saat pəncərələri açıq qoymuşduq, hava dəyişsin deyə evin. Elə toz girib ki, biraz belə küləklidir, yəni də o qədər də küləkli də deyil. Normal havadır da, çox küləkli də deyil. Amma nəsə toz çox gəlib evə. Həm biz olmayanda bu laminatda özü çıxardır bu ağ tozu. Və pəncərələri də açmışıq, oradan da toz gəldi. Belə qızlar, bilmirəm da indi. Eləyirəm, görürəm ki, sabahları nəsə yeni də eləməliyəm, fikirləşirəm ki, ay Allah, mən axı dünən təmizləmişdim hər yeri, axşam təmizləyib qutarmışdım axı. Bu yeni niyə belə çirkin olur? Maşallah 3 uşaqdır, 3-ü də bir yerdə durmayan uşaqlardır. Dediyim kimi, rayondan gələndə inşallah sizinlə komple təmizlik eləyərik, həm şkaf işləri görərsiniz, göstərərəm, səliqəyi nətər qoyuram hər şeyi, həm qapıları silib təmizləyərəm, yuyaram, həm pəncərələri yuyarıq, çünki indi vaxtım yoxdur, onsuz da həm onları da o vaxtı sərf eləməyi istəmirəm, onsuz da getməliyik. Ona görə də dedim, qalsın, gələndə rahat-rahat eləyərəm, çəkib eləməyi istəyirəm, onsuz da elə-belə eləmək, düzdür, tez eləyirsən, amma çəkib eləyəndə belə də rahat olur. Özüm üçün də elə bil ki, bir şey eləmişəm. Bu mənim hobi kimi bir şeydir, mən xoşlayıram və ona görə çəkirəm qızlar. Mən də burada onsuz da heç nə yoxdur da. Belə qızlar. Sizin sualları varsa soruşa bilərsiniz, nəyə maraqlanmaq istəyirsinizsə. Mən dediyim kimi Dağıstanlıyam, Azərbaycana gəlib 16 ildir burada yaşayıram. Dilimi özümə öyrənmişəm. Gələndə heç bir sözü də bilmirdim. İnanın ki, mənim vəziyyəti televizor açanda o vaxtı bizdə Rus kanallarda yox idi belə kabelli antena. İnanın ki, 1-2 il biz elə yerdə qaldıq və orada qalanda İnanın ki, siz yalan demirəm, heç deməm də. 2 il 2 otaq idi, oradan su axırdı da divarlardan sırı. Biz nə et alırdıq, nə normal belə sadə suplar hazırlayırdım. Biz pul yığırıq ki, oradan keçmək üçün. Düzdür, yoldaşım işləyirdi, o indi də işləyir, fövqəladə işləyir, amma pulu xarc eləyəndə o gedir də pul, onu yığanda pul yığılır və yığırdıq ki, biz istəyirdik oradan özüm üçün ev alaq. Şükür Allaha, hamıya arzu eləyirəm, hamının evi olsun, heç kim, dediyim kimi, heç kimə möhtac olmasın. Oldu və şükür bugünə. İndi mən nə istəyirəm, onu alıb yeyə bilirəm. Çünki gözləmişəm 2 il, o qədər mən
Düzdür, qaynanama getirdi, qaynanam bizə getirirdi, kömək eləyirdi. Mənim anam mənə kömək eləyirdi. Nə istəyirəmsə oradan yəni göndərirdi. Gedəndə mən ora mənə heç vaxt xərc eləməyə icazə vermirdi. Uşaqlar da Dağıstanda doğmuşam da, uşaqları da kömək eləyirdi, nə lazımdırsa eləyirdi. Amma yenə də özlərinizdə bizdə biraz dirəndik ki, bizim evimiz olsun və şükür Allaha nəsib oldu. Hamıya Allah versin. Təmizlik qurtarmışam. Hər yer tərtəmizdir. İnanın ki, axşamdır uje. Hamı istirahət, uşaqlar düzdür çəldədir və mən evdəyəm. Qaynanam da istirahət eləyir. Mən edirəm, mən istəyirəm bu paltarları da getirib rayona gedəndə 1, 2, 3 çimadan paltar olur yumağa, bilmirəm. 2 gün qaldıq, amma bu qədər paltar hardan gəldi bilmirəm. Bunları istəyirəm yığım, srazu yuyub yığışdırıram. Çünki bilirəm ki, biz 1-2 günə yenə də gedirik. İstəyirəm hər şey təmiz olsun. Belə qızlar, dediyim kimi yenə də çox sağ olunuz, baxırsınız, likelar qoyursunuz, çox sizdən razıyam, Allah da sizdən razı olsun. Yenə də həmişə dediyim kimi, həmişə də deməyə davam eləyəcəm. Hamının ruzusunu Allah versin, heç kim heç kimə muhtac olmasın bu dünyada. Heç kimə muhtac olmasın. Sadəcə belə təmiz ürəkli insanlar olsun hamımız. İndi nə edirəm? İndi bunları yığışdırıb gedirəm istirahət eləməyə. Çox yorulmuşam, qurtarmışam da vəsə. Bugünlük bu qədər bəsdir. Sabahları qonaqlarım olacaq. İnşallah sabahları fikirləşirəm ki, daha da yaxşı video sizə çəkərəm. Ümid edirəm ki, video qəşəng olar. Sabahla nəsə çəkərəm sizə. Çalışaram ki, sizə qəşəng video çəkim. Все уже gəldim mən də dedim bir çay içim, istirahət eləyim qaynanamla. Baxırıq bu diziyə baxırıq. Çoxdan baxırıq buna. Sağ olun, salamat qalın.